Beynəlxalq İctimai Hərəkatı Allatra'nın iştirakçıları Stati Generali della Green Economy 2025 İtaliyada ekoloji keçid və dayanıqlı inkişafa həsr olunmuş əsas illik tədbirdə iştirak ediblər. Mərasim Ecomondo Rimini sərgisi çərçivəsində keçirilib və bu sərgi yaşıl, mavi və dairəvi iqtisadiyyat üzrə Avropanın aparıcı forumlarından biridir. Milli Yaşıl İqtisadiyyat Şurası tərəfindən Davamlı İnkişaf Fondu ilə əməkdaşlıqda təşkil olunan SGGE, dövlət qurumlarının, biznesin, assosiasiyaların, elmi və tədqiqat dairələrinin nümayəndələrini yaşıl iqtisadiyyatın mövcud vəziyyətini təhlil etmək və gələcək strategiya və siyasətləri müəyyən etmək məqsədi ilə bir araya gətirir. Tədbir çərçivəsində Beynəlxalq İctimai Hərəkatı Allatra iştirakçıları beynəlxalq ekspertlərlə müsahibələr aparıblar. Beynəlxalq İctimai Hərəkatı Allatra qlobal həyat əhəmiyyətli çağırışlara davamlı həll yolları axtarışında çoxtərəfli əməkdaşlığı təşviq etməyə davam edir.